Teymuroğlu'dan sonra ət dükanı var. Ağdamlı qaqalara da salam de. Gedək deyək salamımızı. Deyim ki, yolumuz uzun olacaq, amma video axıra kimi baxın. Şah ət. Salamünaleyküm qardaşım. Ağdamların mağazası da bu da, hə? Yazıblar ki, gəlin burada qardaşlara salam verim. Yəni istifadəçi yazıb ki, kommentari. Gəlin Ağdamlı qardaşlara ət dükanında salam verim. Fərq nədir ki? Ağdamlısınız qardaşım. Yarı Ağdamlı, yarı tərəf. Salam aleykum qardaşım. Üzünüz çəkmək olar, üzünüz düşsə olar, yoxsa yox? Üzünüz düşsə olar. Kimin üzü düşsün? Yoxsa düşməsin? Fərqi yoxdur qardaşlar. Gəldim, hamımıza salam verdim. Əsas o ki, gəldik. İşlərinizdə sizə uğurlar. Bax, Ağdamlı qardaşlara gəldim, salam verdim. Tək burada yox, bütün Azərbaycanlıların hamısını salamlayıram. Kim istəsə, gəlsin buradan ət alsın, burada yaşayanlar. Əlimdən gələn budur, onu da eləyirəm. Düzdür, insanlar bilmədi, heç xəbərləri də yox idi. Gəldim, qardaşlardan soruşdum ki, üzünüz düşsə olar. İndi insan var ki, istəmir də üzü düşsün. Onun üçün da təbii ki, onların biz üzünü çəkmədik. Amma ət mağazasını çəkdik, qardaş yazıb xahiş eləmişdi. Qayıtdıq öz mağazamıza. Biz hal-hazırda Bayabbasıdayıq. Bayabbasıda kişi geyimləri var. Gündəlik və ən əsası da Türkiyə fabrik istehsalı olan kostyumlar. Tək qiymətli 189 manatdır. Astarlı, astarsız fərq eləmir. Torba cib, klassik, 3 düymə, 2 düymə, 9 düymə. Hamısı buradadır. Qiymətdəki təkdir. Nağdı pulunuz olmasa, tək şəxsiyyət vəsiqəsindən kreditlə də ala bilərsiniz. Gəl al da.